Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah və ba'd. Bugün isə, bəli, inşallah Ramazan orucunun şərtlərindən danışacağıq. Hansı şərtlər səndə olmalıdır ki, insanda olmalıdır ki, onun Ramazan orucu səhih olsun? Birincisi, hər bir ibadətin səhhət şərti olduğu kimi Ramazan orucunda da, yəni o orucun səhhəti, yəni o orucun doğru olması üçün birinci şərt nədir? İslam. İslam nədir? Yəni insanın müsəlman olması. Kafirə oruc vacib deyil. Əgər kafir, yəni İslamda olmayan oruç tutsa, onun orucu səhih deyil. Necə ki, İbn Həzm rahimehullah Məratibul İcma kitabında icma nəql bu barədə ki, kafirin tutduğu oruç nədir? Əgər oruç tutarsa, desə ki, mən müsəlman deyiləm və oruç tutarsa, onun orucu batildir yəni. Və həmçinin Kəsəni rahimehullah, Hənəfilərdən Zeyla'i rahimehullah, Muhammed bin Muflih və həmçinin İbrahim bin Muflih rahimehullah və İbn Həcər el-Heytəmi. Bunlar hamısı nə edir? Zikr edirlər ki, yəni kafirin Ramazanda tutduğu oruç batildir, səhih deyil. Yaxşı, əsli kafir olan birisi İslama girərsə, yəni burada hansı ki, məsələlər qeyd olunacaq inşallah, diqqətli olaq. Əsli kafir olan birisi İslama girərsə və kafir əgər, yəni bu üzərində olduğu halda, yəni onun oruclarının aqibəti nədir? Qəza etməyi vacibdir, yoxsa yox? Məsələn, deyək ki, bir Yahudi və yaxud da Xristiyan və yaxud da İslam dinində olmayan birisi əgər İslama girərsə, kafir olduğu hallarda, yəni zamanlarda onun orucunun aqibəti nədir? Qəza etməlidir, yoxsa İslamda olmadığı müddətlərin qəzasını yerində tutmalı, yoxsa vacib deyil? Alimlər buyurur ki, kim əgər İslama sonradan girərsə, əsli kafir olub, sonra İslama girərsə, qəza etməyi vacib deyil. Qəza etməyi vacib deyil. Yəni ona vacib deyil ki, məsələn 30 yaşında İslama gəlib, məsələn 30 il qabağın oruclarını təkrar yerinə qoyması, qəza etməsi vacib deyil. Allah Subhanahu wa Taala Enfal surəsinin 38-ci ayəsində buyurur ki: "Qul lillezina kafaru iyyantahu yughfar lahum ma qad salaf." Allah Taala buyurur ki, kafirlərə de ki, əgər onlar bu işdən, yəni küfrlərindən əl çəksələr, onların keçmiş əməlləri onlara bağışlanar. Onların keçmiş əməlləri onlara bağışlanır. Və İmam Nəvvi rahimehullah özünün məcmu əsərində qeyd edir ki, Allah Teala, Rəbbimiz Azza və Cəllə Subhanahu və Teala onlara bunu əff edib. Yəni kim İslama girərsə, fərqi yoxdur 50 yaşında da olsa, 10 yaşında da olsa, indi 10 yaşına bu ixtilaflı məsələdir. Girərsə İslama, o insana əvvəlki illərin orucunu qəza etməsi hansı ki küfrdə idi, yəni müsəlman deyildi. O insana vacib deyil ki, o orucları təzədən neynəsin, qəza etsin. Və Müslimin rivayet etdiyi bir hədis var. Necə ki, Amr ibn As radiyallahu anhu deyir ki, mən deyir ki, bir gün Allah Taala qəlbimə İslamı saldı. Hələ İslama girməmişdən öncə. Dedi ki, Rəbbim qəlbimə İslamı saldı. Və getdim Allah Rasulü sallallahu aleyhi və səlləmin yanına ona beyyət etməyə. Və buyurur ki, sağ əlini uzat sənə beyyət edim ya Rasulullah. Və elə ki Allah Rasulü sallallahu aleyhi və səlləm əlini uzadır, Amr əlini çəkir. Lakin deyir ki, mən əlimi çəkdim. Allah Rasulü sallallahu aleyhi ve sellem soruşur ki, ey Amr sana ne oldu? Buyurur ki, Qultu aradtu en eşterita ya Resulallah. Qultu aradtu en eşterita ya Resulallah. Şərt qoşmaq istədim ya Allahın Rasulü. Yəni fikir verin, Amr ibn As şərt qoşmaq istəyir İslama girmək üçün. Və Allah Rasulü sallallahu aleyhi ve sellem ədəbindəndir ki, baxın, yəni başqası olsa deyər ki, yəni sən İslama girmək üçün şərt mi qoşursan? Lakin Allah Rasulü sallallahu aleyhi ve sellem dedi ki, təştəritu bimədə, yəni nəyi şərt qoşursan? Və Amr ibn As deyir ki, radiyallahu anhu, qultu en yughfara li. Günahlarımın bağışlanmasını şərt qoşuram ya Allah Rasulü. Yəni mən bu şərtlə sənə beyyət edirəm ki, mənim keçmiş günahlarımı Allah Taala bağışlasın. Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, "Əmə alimtə ennel İslamə yəhdimu mə kânə qabləhu." Sən bilmirsənmi? İslam özündən əvvəlki günahları silib aparır. Və bu hədisin şəhid hissəsi haradır? Yəni biz başa düşürük ki, Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, İslam özündən əvvəlki günahları silib aparır. Yəni elə ki İslam'a daxil oldun, bir Allah Taala'nın rəhmətidir ki, sənin keçmişdəki ibadətləri, tərk etdiyin ibadətlərin qəzası ilə mükəlləf etməyib. Bəli. Və İbn Seymiyyə rahimehullah qardaşlar buyurur ki, deməli təvatur səviyyəsindədir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm İslam'a girən heç bir kəsdən Ramazan orucunun, yəni vacib orucu qəza etməyi əmr etməyib. Yəni məsələn falan kəs İslam'a girdi, hicrətdən falan qədər və ya İslamdan falan qədər sonra ona vacib etmir. Deməyib ki, məsələn bu vaxtda İslam'a girmisənsə get o tutmadığın oruçların qəzasını tut.
Və həmçinin İbn Teymiyyə rahimehullah və İbn Həcər el-Heytəmi və Şirbini rahimehullah icma nəql edirlər ki, nədir? Kafirə İslamdan öncəki orucları qaytarması, qəza etməsi vacib deyil. Bəli. Növbəti məsələ Ramazan əsnasında və burada məsələlər, yəni burada ciddi məsələlərdir, barakallahu fikum. Biraz diqqətli olaq. Dedi ki, əvvəlkiləri qəza etmir. Növbəti məsələ. Ramazan əsnasında iman edərsə. Ramazan əsnasında iman edərsə. Gəlmişik Ramazan ayında təsirlənibdir. Gəlib deyir ki, mən İslam'a girmək istəyirəm. Yaxşı, bu insan qəza edirmi? Yəni Ramazandan keçən günləri, məsələn Ramazanın 10-u gəlib ki, qardaş mən İslam'a girmək istəyirəm və şəhadət gətirir, İslam'a girir. Bu insana əvvəlki o 10 günün, hansı ki 10-cu gündə gəlmişdi və yaxud da 9 günün orucunu qaytarması, qəza etməsi vacibdirmi? Alimlər buyurur ki, o yerdə qalan 9 günü, əvvəlki günləri qəza etməsi vacib deyil. Və bu barədə 4 məzhəb alimləri ittifaq ediblər. Və həmçinin İbn Munzir rahimehullah deyir ki, bu Şa'binin, Qatadənin, Malik, Şafi və Əbu Savrın görüşüdür. Bəli. Və deyək ki, kafir gəldi 10-cu gün günorta vaxtı iman etdi. Hansı ki artıq xeyli vaxt keçib. Və deyək ki, sübhdən sonra gəlib günorta vaxtı və yaxud da ki fərqi yoxdur, əsr vaxtı gəlib, yəni iftardan əvvəl gəlib İslam'a girib. Və o günün yarısında əgər İslam'a giribsə, üzərinə vacib olan nədir? Yeməkdən, içməkdən imtina mı etməlidir, yoxsa yeyib içməyə icazəlidirmi? Yəni bilir ki, oruç tutmayıb. Gəlib, deyir ki, İslam'a girdim. Yaxşı, deyir ki, İslam'a girdinsə, şəhadət gətirdisə, İslam'a girdisə, bundan sonraki günləri oruç tutmaq vacibdir, artıq müsəlmandır adam. Və bundan əvvəlkiləri də qəza etmir. Yaxşı, günorta gələrsə, yemək içməkdən imtina mı etməlidir, yoxsa eybi yox, o gün onun üçün keçir. Və İmam Əhməd, Malik və həmçinin İmam Şafi, İbn Teymiyyə rahimehullah, İmam Şevkani və müasirlərdən İbn Seym rahimehullah deyirlər ki, yəni üzərinə vacibdir ki, əgər günorta gəlib, yəni İslam'a giribsə, günortadan sonranı yemək içməkdən özünü saxlamalıdır. Yəni bu Ramazan ayına hörmət olaraq. Və dəlil olaraq gətirirlər ki, Allah Subhanahu wa Taala buyurur ki, "Fəmən şəhida minkumu şəhra fəlyasum." Kim aya şahidlik edərsə sizdən oruç tutsun. Və Mavardi rahimehullah buyurur ki, kafir əgər İslam'a girdisə, artıq o aya şahidlik etmiş sayılır. Fikir verin. Yəni şahidlik etdisə əgər, Allah Taala'nın elə bu ayəsinə əsasən artıq o saxlamalıdır özünü yemək içməkdən. Artıq o nə etməlidir? Özünü saxlamalıdır. Bəli. Və Buxari Müslimin rivayet etdiyi bir hədisdə buyurur ki, Sələmə bin Əl-Əkva'i radiyallahu anhu. Sələmə bin Əl-Əkva'i radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir nəfərə əmr edir ki, insanlara səslənsin. Allah Resulü Sələməyə əmr edir ki, insanlara səslənsin. Nə səslənsin? Ya Resulullah buyurur ki, kim yeyibsə günün qalan hissəsini oruç tutsun. Yəni Aşura günü Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əmr edir ki, sahabelərdən birinə, insanlara get səslən ki, kim bugün yemək yeyibsə artıq sahurdan bu tərəfə günün yarısını yeməkdən özünü saxlasın. Və kim səhərdən yemək yeməyibsə qoy oruç tutsun, çünki bugün Aşuradır. Və hədisi İmam Buxari Müslim rivayet etmişdir. Və kafirin hökmlərini bildikdən sonra qardaşlar, ikinci məsələ burada mürtəddir. Mürtəd, yəni əvvəl İslamda olub sonra dinini dəyişmiş kimsələrə deyirlər mürtəd. Və mürtəd əgər İslam'a girsə, çünki orada bu məsələlərdə, hökmlərdə kafirlərlə mürtədlərin arasında fərq var. Mürtəd əgər İslam'a girsə, əvvəl İslamda olub, sonra İslamdan çıxıb və yenidən İslam'a girərsə, o İslamdan çıxdığı müddət ərzində ona riddə dönəmi deyirlər. Yəni İslamdan çıxdığı dönəm. Və bu dönəmdə alimlər deyir ki, ixtilaf ediblər bəzi alimlər ki, o insan o riddə dönəmində, yəni İslamdan çıxdığı dönəmdə, fərqi yoxdur, 5 gün olsun, 10 gün olsun, 10 il olsun, müəyyən bir müddət İslamdan çıxıb, mürtəd olub. O mürtəd olduğu dönəmlərin vaxtlarını qaytarması vacibdirmi yoxsa yox? Cumhur alimlərin rəyinə görə İmam Əbu Hanifə, Malik və Əhməd rahimehullah deyirlər ki, cumhur alimlərə görə orucu qəza etməsi vacib deyil. Və hansı ki, biz dedik ki, Anfal surəsi 38-ci ayədə Allah Teala buyurur ki, "Qul lillezine keferu iyyentehu yughfar lahum ma qad selef."
Allah Teala buyurur ki, onlara de ki kafirlərə, əgər bunlardan bu işdən, yəni küfrdən əl çəksələr, onlar üçün keçmişdə olan şeylər bağışlanar. Və necə ki alimlər bunu küfr əhlinə, kafirlərə, əsli kafirlərə yəni aid etdikləri kimi, yəni mürtədlərə də bu ayəni tətbiq edirlər. Bəli. Və həmçinin dəlillərdən qardaşlar, Əbu Bakrın zamanında bilirsiniz ki, zəkat verməkdən imtina edən insanlar var idi və bəziləri Əbu Bakr radiyallahu anh dövründə mürtəd olmuşdular. Və bu mürtəd olub yenidən qayıdanları da var idi. Yəni İslamdan çıxdılar və sonra təzədən yenidən qayıtdılar İslama. Və bu yenidən qayıdanlara heç kim ilzam etmədi ki, məcbur etmədi ki, neynəsin? O mürtəd olduğu dönəmlərdə o məsələn oruçların qəzasını etsin. Məsələn, ola bilsin ki, indi insandır. Allah Teala bizim imanımızı muhafaza etsin, bizləri sabit etsin dinində. Allahümme əmin. Ola bilsin ki, bir insan İslamdaydı və sonra gedib ateist olur və ya da başqa şeylər. Allah korusun. Əgər o qayıdarsa, o olduğu dönəmlərin qəzası ondan tələb olunmur. Yəni orucdan söhbət gedir. Və cümhur alimlərə görə bu belədir. Bəli. Əgər mürtəd riddədən əvvəl qəzası var idisə, cümhur alimlərin görüşünə görə bunu qaytarır. Nə deməkdir bu? Məsələn, bir insan İslamda olur və İslamda olduğu müddət ərzində 1 il, 2 il və yaxud da müəyyən bir müddət fərqi yoxdur. Bu insan İslamda olduğu müddətdə, imanlı müddətində Ramazan oruçlarını qəza eləyib, tutmayıb məsələn. Və sonra mürtəd olub. Və sonra Allaha təzədən iman gətirib müsəlman olur. Yəni tövbə edir. Buna mürtəd olduğu dönəmin dedik ki, cümhur alimlər deyir ki, qəzası vacib deyil. Lakin İslamda mürtəddən qabaq da əvvəl də, riddə dönəmindən əvvəl də İslamda olduğu müddətdə buraxdığı orucların isə qəzasını qaytarmalıdır. Və bunu cümhur alimlər, Hənəfilər, Şəfilər və İmam Əhməd rahimehullah, yəni bu məsələni qeyd ediblər ki, orucu qaytarır. Necə ki, məsələn, bir insan əgər heç mürtəd olmasın, yəni müsəlman keçən ilin məsələn cahilliyi ucbatından və ya da hansısa səbəbdən orucu tutmayıbsa, necə ki, onun üzərinə vacib olduğu kimi. Bəli. Oruc əsnasında mürtəd olarsa, yəni bir insan deyək ki, Allah Taala'dan sabitlik istəyirik. Allahümme ya muqallibel qulub, səbbit qulubana alə taatik və dinik. Allahümme amin. Deməli, oruc əsnasında məsələn bir insan səhər ayılır və oruca niyyət edir. Və sonra insan, yəni şübhə ola bilər və s. Bu səbəblərdən dolayı mürtəd olur, dindən çıxır. Və şək yoxdur ki, o insan orucu batıl olur. Əgər İslama qayıdarsa, məsələn deyək ki, müəyyən bir müddətdən sonra İslama qayıtdı, lakin o niyyət edib oruca başlamışdı və orucun müddətində o irtəd etdi. Və alimlər deyir ki, həmən günün qəzasını qaytarmalıdır. Sırf həmən günün. Yəni çünki niyyət edib İslam ilə oruca başladığına görə. Və bunu İmam Şəfi rahimehullah və Əhməd İbn Qudamə və İmam Nəvvi rahimehullah məsələ barəsində icma nəql edir ki, həmən günün orucunu qaytarmalıdır. Bəli. Bu birinci şərt inşallah, yəni Ramazan orucunun vacib olmasına, yəni birinci şərti İslam. İkinci şərt isə qardaşlar, buluğ, yəni insanın həddi buluğa çatması. Və necə ki bilirsiniz, Allah haqqdan həya etməz. Buluğun 3 əlaməti var. Qadınlarda isə bir əlamət əlavədir. Kişilərdə 3 əlamət məninin ifraz olması, çıxmasıdır və qasıq yeri, ayıb yerlərinin tüklənməsi və bəzi alimlər gətirir ki, 15 yaşın tamam olması. 15 yaşın. Əgər bu əlamətlər yoxdursa, deyək ki, bir nəfər 14 yaşına artıq gəlib çatır, 15 yaşına artıq gəlib çatır, bu əlamətlərin heç biri yoxdur da. Artıq bu 14-15 yaşında bu insan nə? Buluğ hesab olunur. Aydındır? Bu 3 əlamət kişilərdə və qadınlarda müştərək olan əlamətdir. Dördüncüsü isə qadınlarda xüsusidir, yəni onların heyz olmasıdır. Və əgər qadın nə vaxtdan heyzə başlayarsa, o zaman nə edir? Artıq bu buluğa çatmış, həddi buluğa çatmış sayılır. Bəli. Və həddi buluq, qardaşlar, Ramazan orucunda şərtdir. Dedik ki, və İmam Beyhəqi rəvayət etdiyi bir hədis var. Və necə ki, Şuayb Arnavut rahimehullah, yəni bu hədisin isnadını səhihləşdiribdir. Allah Resulü sallallahu əleyhi və səlləmdən gəlir, Ayşə anamız rəvayət edir ki, rufi'al qalamu an thalath. 3 nəfərdən qələm qaldırılıb. Anin naimi hatta yastayqiz, yatan insan oyanana qədər, və anil məcnuni hatta yufiq, yəni dəlidən, məcnundan hətta ağlanana qədər, və anis sabi hatta yabluğ, və uşaqdan hətta o buluq yaşına çatana qədər. Yəni bu 3 şəxsdən qələm qaldırılıb. Yəni onlar şəriətin əhkamlarının, hökmləri ilə mükəlləf deyillər. Məcnun, yatan insan və həmçinin uşaq. Və İbn Hazm rahimehullah və İbn Rüşd və İmam Nəvvi rahimehullah bu barədə icma nəql edirlər ki, nədir?
həddi buluğa çatmaq Ramazan orucunda şərtdir. Və yaxşı, buluğa çatan insan, həddi buluğa çatan insan buluğdan əvvəlki günlərini qəza edirmi? Məsələn, bir insan artıq 12 yaşı var və yaxud da 13 yaşı var, həddi buluğa çatır, əlamətlər görsənir və bundan əvvəlki ömründə 13 il, 12 il nə qədər yaşayıbsa və bunu qaytarması, qəza etməsi vacibdirmi? Alimlər və həmçinin İmam Nəvvi rahimehullah icma nəql edir ki, qardaşlar, vacib deyil, vacib deyil. Və uşaq mükəlləf deyil. Və İmam Nəvvi rahimehullah deyir ki, əgər vacib olsaydı nə olardı? Vacib olsaydı uşaqlıqdan vacib olardı və oruç tutardı. Niyə görə buluğa çatdıqdan sonra ona vacib olsun ki, əvvəlki oruçları tutmağı? Bəli. Və həmçinin burada bir məsələ də var. Əgər uşaq oruç tutmağa qadirdirsə, yəni deyək ki, həddi buluğa çatmayıb və həddi buluğa çatmayan uşaqlar əgər oruç tutmağa qadirdirsə, valideyn bu məsələdə icazəli deyil səhlənkarlıq yanaşsın buna. Yəni uşağa əmr etməlidir. Onu oruca öyrətsin deyə. Bəzən görürsünüz çətin olur. Bir müddət sonra artıq uşaqlar uşaq vaxtı xüsusən bu şeyə həvəsli olurlar. Namaz qılırsan, gəlir yanında durur, səninlə bərabər qılır. Sən uzaqlaşdırma. Bəziləri var, subhanallah, uşağı özlərindən uzaqlaşdırırlar. Fikrimi yayındırırsan və yaxud da belə, yəni qardaş bu cür etmək olmaz. Uşaqlara xüsusi diqqət yetirmək lazımdır. O uşaqlar qoy gözlərini açsınlar, evdə ibadət görsünlər. Bəzən qardaşlar var, ömründə bir dəfə olsun evdə namaz qılmayıb. Bu xələldir, subhanallah. Sən evdə namaz qıl, demirəm, məsələn, məscid yaxındırsa, gedə bilirsənsə 5 vaxt namaza nə gözəl. Get, lakin sən o sünnət namazlarını evdə qıl. Sünnət namazlarının yeri evdir. Məsciddə bütün namazlarını qılır, sonra qayıdır gəlir sadəcə evə yatmaq üçün. Yəni bu cür övladlarla sən bu böyüyəndən sonra da insan dizinə döyür ki, mənim övladıma namaz qıldıra bilmirəm. Sən nə qədər onun uşaqlıqdan o xəmirini yoğursan, o sənin oruçlarında, ibadətlərində yanında olsa, görsə, eləcə də böyüyəndə necə başlayıbsa, elə də davam edəcək Allahın izni ilə. Aydındır. Ona görə uşaqlara çəkinmək lazım deyil. Bəzən görsən ki, uşaq müəyyən müddətə çatıb, ata əli gəlmir, qıymır övladının sübh namazını durğuzmağa. Bir qoy yatsın, heç nə olmaz. Belə şey olar, subhanallah. Sən əksinə onu durğuzmalısan, öyrətməlisən ki, o öyrəşsin o şeyə, o ibadətə öyrəşsin. Gələcəkdə çətinlik çəkməsin. Hansı ki, indi nəql edəcəyim bir rəvayət var, Buxari Müslimin rəvayət etdiyi. Orada görün sahabelər uşaqlarının, yəni necə həris idilər ibadətlərdə onlarla bir yerdə olmasına. Və cümhur alimlər bunu deyirlər ki, əgər uşaq oruç tutmağa qadirdirsə, əmr et ona, valideyn qoy əmr etsin. Abu Hanifə rahimehullah, İmam Şafi və Əhməd və Malik, Allah onlara rəhmət etsin, deyirlər ki, valideyn əmr etməlidir uşağa. Buxari Müslimin rəvayət etdiyi hədisdə Rubeyyə binti Muavviz deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Aşura günü Ənsar kəndlərinə xəbər göndərdi ki, kim yeyibsə, yəni bu günü yeyib başlayıbsa, günün qalanını oruç tutsun. Yəni yeməkdən içməkdən imtina etsin. Və kim heç nə yeməyibsə, orucuna davam etsin. Yəni Aşura günü oruç tutsun. Və bundan sonra deyir ki, radiyallahu anh deyir ki, bundan sonra biz həmin gün oruç tutardıq. Yəni oruclu olardıq və uşaqlarımıza da oruç tutturardıq. Fikir verin. Onlar üçün yun bilirsiniz də, yundan rəngli oyuncaqlar düzəldərdik. Bizdən yemək istədiklərində, hansı ki uşaq acır müəyyən bir müddət və onların başları qarışsın deyə, ta ki orucu tamamlasınlar deyə, o oyuncaqları bizdən yemək istəyən anda onlara təqdim edərdik ki, neynəsinlər? Başları qarışsın. Oruclarını tamamlasınlar. Görün sahabənin öz övladlarına öyrətdiyi dinə baxın. Amma bugün biz sübh namazını qaldırmaq istəmirik ki, yuxusu pozular. Qoy yuxusu Allaha ibadətlə pozulsun, qardaş. Lakin müəyyən bir yaşa çatdıqda işdən ötürü, məktəbdən ötürü yuxusunu pozuruq. Məktəb zəruridir axı. Amma Allaha ibadətdən ötürü yuxusunu pozmuruq. Niyə? Deməli xələl var məsələdə. Ona görə diqqətli olmaq lazımdır. Uşaqlarımıza o İslamı öyrədin. Namaz qılanda oğlan uşaqlarıdırsa çağırın yanınıza, qoy yanınızda dursunlar. Rükû eləsinlər, səcdə eləsinlər. Eyib etməz. Yəni nə qədər bacarlarsa. Qız övladlarınız varsa, kiçik yaşlarından çalışın, onlara kiçik hicablardan alın, hədiyyə verin. Taxsınlar başlarına, qoy o cür öyrəşsinlər. Sevsinlər o şeyləri. Barakallahu fikum. Və növbəti məsələ, əgər Ramazan əsnasında, yəni söhbət bizdə buluqdan gedir, Ramazan əsnasında, yəni Ramazan ayına artıq daxil olmuşuq və Ramazan əsnasında bir insan buluğa çatarsa, həddi buluğa yetişir və əlamətləri gördü ki, artıq mən buluğa çatmışam. Ayın qalan hissəsini oruç tutması vacib olur. Artıq ona nədir? Mükəlləf sayılır şəriətin hökmləri ilə. Və öncəki günləri, deyək ki, 10-cu günündə gəldi ki, mən artıq həddi buluğa çatmışam, əlamətlər görsənib. Və buna vacibdir ki, Ramazanın digər qalan günlərində oruç tutmalıdır artıq. Yaxşı, bundan qabaqki 10 günləri qəza etmək isə bu insanın üzərinə vacib deyil. Hansı ki, 4 məzhəb
bunu ittifaqla deyiblər ki, yəni buluğdan əvvəlki nədir? Vacib deyil. Və həmçinin elm əhli də bu cür qeyd edir və hətta icma, bəzi alimlər icma nəql edirlər bu barədə ki, buluğa hardan çatdısa ondan sonraki orucları tutur və əvvəlkiləri qəza etmir. Hətta Ramazan əsnasında olsa belə. Və bundan başqa əgər Ramazanın 10-cu günü bir insan həddi buluğa çatıbsa əgər, günorta vaxtı çatsa bunun hökmü nədir? Məsələn, gündüz vaxtı həddi buluğa çatıb, bu günün yerdə qalan hissəsini yeməkdən imtina etməlidir və ya onun qəzasını tutmalıdır. Yoxsa yeyib içsə də olar və qəza tutmur. Barakallahu fikum. Əgər bir insan günorta vaxt, Ramazanda günorta vaxtı buluğa çatarsa, günün qalanını yeməkdən imtina edir. Günün qalanını yeməkdən imtina edir. Və onun qəzasını isə tutması vacib deyil. Necə ki, İbn Teymiyyə rahimehullah və İmam Əhməd və müasirlərdən İbn Hüseyn rahimehullahın tərcih etdiyi görüşlərdəndir. Bəli. İnşallah aydın olur. Çətinlik yoxdur ki. Fərqin qardaş, çətinlik yoxdur ki nəsə. Yaxşı. Və növbəti şərt, orucun növbəti şərti ağıl. Yəni insanın ağıllı olmasıdır. Necə ki, hədisdə də qeyd etdiyimiz kimi Ayşə radiyallahu anhadan gələn rufi'al qalam an thalath. 3 nəfərdən qələm qaldırılıb. Və bunların içərisində dedi ki, kim də buna daxildir? Məcnun olan ağıllanana qədər. Məcnun olan ağıllanana qədər qələm üzərindən qaldırılır. Və oruc üçün şərt nədir? İnsanın ağıllı olması. Və buna da İbn Həzm rahimehullah, İbn Rüşd icma nəql edirlər və həmçinin İmam Nəvavi. Əgər bir insan məcnun olarsa, yəni ağıllının əksinədir məcnun olmaq, dəli olmaq və məcnuna oruc vacib deyil qardaşlar. Və hətta onun tutduğu oruc da, necə ki İmam Nəvavi rahimehullah qeyd edir ki, əgər oruc tutarsa, deyərsə ki, məsələn mən orucam, onun orucu səhih deyil. Onun orucu səhih deyil. Və dedik ki, məcnuna oruç tutmaq vacib deyil. Məcnun olan, yəni ağlını itirmiş kimsə, alimlər buyurur ki, əgər gündüz vaxtı Ramazanda ağıllanarsa, o zaman üzərinə vacib olan odur ki, alimlər buyurur ki, günün geridə qalanını yeməkdən imtina edir. Yəni deyək ki, bir insan Allah qorusun, yəni məcnundur və Allah təala ona şəfa verdi və Ramazan ayında ağıllandı. Və bu halda günün geridə qalanını yeməkdən imtina etməlidir. Və məcnun olduğu vaxtların orucunu qaytarması vacib deyil. Məsələn deyək ki, insan hər hansısa bir hadisə baş verib və ağlını itirib və müəyyən müddətdən sonra ağlı özünə gəlir. Və bu insana o məcnun olduğu dönəmlərdəki orucun qəzasını etmək vacib deyil. Necə ki, İmam Şafi, Əhməd, İbn Mundir və İbn Həzm və müasirlərdən İbn Baz və İbn Hüseyn rahimehullah məsələni qeyd ediblər. Hansı hədisə əsasən? 3 nəfərdən qələm qaldırılıb hədisinə əsasən. Bəli. Və növbəti məsələ kim gecədən niyyət edərsə, gecədən niyyət edir, qalxdı. Gecədən niyyət etmək nə deməkdir qardaşlar? Yəni fəcrə yaxın. O demək deyil ki, mən məsələn məğribdə, məsələn işadan sonra namazı qılıb yatır, bu niyyət edib yatır. Yox. Yəni fəcrə qalxır, niyyətin məhəlli də qəlbdir, yadınızda saxlayın. Yəni dillə demək bidətdir niyyəti. Məsələn mən niyyət etdim Allah rızası üçün oruç tutmağa və s. bu bidətdir. Belə bir şey varid olmuyor. Lakin qəlbdən keçirməyi və eləsən o sahura durmağın da o niyyətin əlamətidir. Yəni niyyət nədir? Qəsd deməkdir, qəsd. Və bir insan fəcrə yaxın niyyət edir və ola bilsin ki, üzərinə bir şey isabət edir və dəli olur. Və sonra məğribdən sonra aylarsa, məsələn dəli olur, artıq bu niyyət etmişdi, oruca başlamışdı və məğribdə artıq özünə gəlir insan. Və diqqət edək, burada ibarələri dəqiqliklə başa düşmək lazımdır. Dəli olmaqla huşunu itirmək, bunlar hamısı fərqli şeylərdir. Burada söhbət nədən gedir? Dəli olmaqdan gedir. Və bir insan ola bilsin ki, Ramazan günlərində səhərdən axşama qədər ola bilsin ki, ağlı başında olmasın. Ola bilər belə bir şey. Və alimlər buyurur ki, əgər məğribdən sonra ayılarsa, bu insanın orucu səhih deyil. Cumhur alimlərə görə bu belədir. İmam Məlik, Şafi, Əhməd və hüccət gətirdikləri, istidlal etdiyi hədis nədir? 3 nəfərdən qələm qaldırıb hədisidir. Çünki ibadətin qardaşlar, sihhət şərti ağıldır. Ağıl. Yəni ağlı olmayanın namazı keçərli deyil, ağlı olmayanın orucu keçərli deyil, ağlı olmayanın digər ibadətləri də bu təsir edir yəni. Ağıl sihhət şərti olduğuna görə bir insan Ramazanda gecədən niyyət edib qalxsa belə, əgər məğribdən sonra ağlı özünə gəlibsə, onun orucu səhih deyil.
və orucu qəza etməsi vacibdir. Bəli. Və elə bir qism insanlar var ki, onlar da Məcnun sinifindən sayılsalar da, onların xüsusi adları var. Məsələn, Əl-Ətəh deyilən bir sinif var, hansı ki, yarı Məcnun, yarı ağıllı insanlardır. Məsələn, bəzən görürsən ki, bundan bir insandan elə söz çıxır ki, ağıllı insanların işlətdiyi sözdür. Deyirsən, maşallah, ağıllı sözdür. Bəzən elə söz çıxır ki, bu insandan, yəni deyirsən ki, bu kəlamı ancaq dəlillər edər. Yəni başa düşürsünüz nə demək istədiyimi? Yəni Əl-Ətəh o deməkdir ki, yarı dəlidir, yarı ağıllı. Yarı Məcnundur, yarı ağıllı. Və İmam İbn Abdülbər rahimehullah icma nəql edir ki, bu insana da oruc vacib deyil. Məcnunun sinifindən olduğuna görə. Yəni dəliliyin bir növü olduğuna görə. Barakallahu fikum. Və bu növlərdən biri də Əl-Xaraf deyirlər buna. Əl-Xaraf. Və yaxud da ki, Əl-Xarif. Yəni bu nə deməkdir? Yaşlılıq səbəbi ilə ağlın getməsi. Məsələn, görürsünüz ki, insan artıq 60 yaşına, 70 yaşına, 80 yaşına çatıb. Bəzən görürsünüz ki, elə hərəkətlər edir ki, uşaq hərəkətləri edir. Yəni bu yaşlılığın nəticəsində, yəni Allah Taala bizləri qorusun, hətta ölənə qədər, yaşlılığın nəticəsində bəzi insanlarda ağıl geriləməsi olur. Və müasir alimlərdən İbn Bəz və İbn Hüseyn rahimehullah deyirlər ki, bu insana nə oruc yoxdur, nə də qəza. Yəni bu insana oruc tutmaq vacib deyil. Çünki ağıl getdiyinə görə. Baxın ibadətdə ağlın rolunu qardaşlar. Və istidlal etdikləri, dəlil gətirdikləri hədis nədir? 3 sinif insandan qələm qaldırılıb hədisi. Bəli. Və növbəti məsələ Ramazan orucuna niyyət edən kəs. Lakin axşama qədər bir insan ola bilsin ki, ürək getmə xəstəliyi var. Ya durduq yerdə məsələn görürsən ki, ürəyə gedir. Və ya da xəstəlik yoxdur. Ola bilsin ki, yorğunluqdan və ya da gecədən nə isə məşğul olub bədəni haldan düşüb. İnsan oruca niyyət edir, lakin oruca başladıktan sonra axşama qədər insan huşu özündən gedir. Bu dəlillik deyil ha. Yəni insanın ürəyə getməsidir. Sadəcə elə bir hal baş verib ki, axşama qədər özünə gələ bilməyib. Oyanmayıb yəni. Və alimlər buyurur ki, bu insanın orucu səhih deyil. Hətta heç nə yeyib içməsə belə. Orucu pozulmuş olur və cümhur alimlərə görə bu insan nə edir? Həmən günün qəzasını edir. Həmən günün qəzasını edir. Və cümhur alimlər də kimlərdir? İmam Məlik, Şafi və Əhməd və həmçinin İbn Qudamə rahimehullah özünün Muğni əsərində icma nəql edir bu barədə. Bəli. Və bu kəsləri Allah Subhanahu wa Taala'nın ayəsinin ümumuna, yəni içərisinə daxil edirlər. Allah Taala Bəqara surəsinin 185-ci ayəsində buyurur: "Mən kana maridan aw ala safarin fa'iddatun min ayyamin ukhar." Və insan əgər oruca başlayıb və axşama qədər ürək gedibsə, yəni özündən gedibsə, nə olur? Yu'tabar maridan. Yəni nə etibar olunur? Bu insan xəstə kimi müamilə olunur. Xəstələnib. Və mən kana maridan aw ala safarin fa'iddatun min ayyamin ukhar. Və kim də xəstə olarsa, tutmadığı günlərin əvəzinə başqa gün oruç tutur. Bəli. Lakin günortadan bir cüz, deyək ki, insan bir müddət, yəni axşama qədər deyil, iftar edənə qədər deyil, məsələn, bir insanın ürək getdi, günortadan bir cüz, müəyyən saat, 1-2 saat və yaxud da 3 saat bu halda qaldı. Və alimlər deyir ki, barakallahu fikum, İmam Şafi və Əhməd deyirlər ki, nədir? Bu insanın orucu səhihdir və qəza etməsinə ehtiyac yoxdur. Yəni şərt odur ki, günortadan sadəcə bir cüz olsun. Yəni kamil şəkildə günü yox. Əgər kamil şəkildə gün olarsa, oruc səhih deyil, qəza edir. Bəli. Və növbəti məsələ, müasir məsələlərdən insan əməliyyata girir, deyək ki, narkoz, yəni bizim dildə də deyəsən o narkozdur, deyilmi? Müəyyən vasitələrlə, keyitməklə, əgər insan keyitməklə insan əgər özündən gedərsə, oruçlu olduğu halda və bunun hökmü qardaşlar, ürək getmə ilə eynidir. Ürək getmə ilə eynidir. Yəni sən bu şeydən istifadə edib qeydiblərsə, əgər günün səhərdən axşama qədər bu davam edibsə səndə bu hal, artıq oruc batıl olur. Və nə edirsən? O tutmadığın gün əvəzində başqa gündə qəza edirsən. Yox, gündən müəyyən bir cüz əgər səndə bu hal baş veribsə, anestezi deyirlər deyəsən. Anestezi əgər uygulanıbsa sənə, günortadan bir cüz əgər sən o halda olmusansa nə edirsən? Sənin orucun səhihdir. Yəni heç nə yeyib, yəni o qidalandırıcı bədənə heç bir şey daxil olmadığı halda şərt budur. Çünki qidalandırıcı əgər iynə və yaxud da şeylər, sistemlər bədənə daxil olursa, artıq nədir? Orucu batil edir. Yox, bunlar olmasa, sadəcə günortadan bir cüz səndən alıblarsa, bu anestezi halında olmursansa, keyitmə halında, bu zaman orucun səhihdir və qəza etmənə ehtiyac yoxdur. Bəli. Və həmçinin orucun şərtlərindən qardaşlar, insanın muqim olmasıdır. Yəni muqim olmaq nə deməkdir? Məsələn, sən səfərdə deyilsən. Yəni sadə, bunun asılışı budur ki, sən səfərdə deyilsən. Yaşadığın yerdəsən.
Məsələn, Mingəçevirdə yaşayırsansa Mingəçevirdəsən, Gəncədə olan Gəncədə və yaxud da ki, sənin evin var həm Mingəçevir, həm Bakıda. Bakıda olduğun müddətdə də evdə sayılırsan və yaxud da ki, Mingəçevirdə olduğun müddətdə evdə sayılırsan və sənin oruç tutmaq nədir? Vacibdir. Və bu barədə də İbn Həzm rahimehullah icma nəql edir. Barakallahu fikum. Bəli. Sonraki şərt insanın qüdrətinin çatması. Allah Subhanahu wa taala Bəqərə surəsinin 286-cı ayəsində buyurur: "La yukellifullahu nefsen illa vus'aha." Yəni Allah Taala heç bir nəfsi gücü çatmadığını ona yükləməz. Yəni insanın qüdrətinin çatması şərtdir. Yəni qüdrət çatmaq nə deməkdir? Hər kəs öz nəfsində bilir ki, onun o tutacağı oruca qüdrəti çatır yoxsa yox. Yəni xəstəliklərdən uzaq olması. O xəstəliklər ki, ona həyatı təhlükə verəcək. Məsələn, baş ağrısı buna daxil deyil. Məsələn, insan var gəlir deyir ki, başım ağrıyır, oruç tutmuram. Yəni bu doğru deyil. İnsan günah daşıyır bu zaman. Yəni şübhəsiz ki, sənin halın öz Rəbbinlə özün arasında olan bir şeydir. Məsələn, sən insanlara deyə bilərsən, bu üzrü çatdıra bilərsən, amma qiyamət günü Allah Taala'nın qarşısında bu üzr keçərlidirmi? İnsan onu fikirləşməlidir. Barakallahu fikum. Bəli. Və qadın üçün şərtlərdən biri qardaşlar. Yəni bu şərtlər hamısı nə idi? Kişilərlə müştərək şərtlər idi. Yəni insanın ürək etməsi və s. qeyd etdiyimiz bütün İslam şərtləri, buluq şərtləri və s. Qadın üçün xüsusi şərtlərdən biri heyz və nifasdan təmiz olmalıdır. Allah Taala haqdan həya etməz. Bu məsələni qeyd etməkdə deməli, bu qadına xas olan şərtlərdən biridir. Və necə ki İmam Nəvvi rahimehullah, İmam Şəvkani, İbn Həzm icma nəql edirlər. Və qadının bu halda olaraq oruç tutması hökm haramdır. İstər nafilə oruçlar olsun, istər fərz oruçlar olsun. İstər nafilə, istər fərz oruçlar olsun. Və əgər tutarsa, orucu səhih deyil və qəzaidir və alimlər bu barədə icma ediblər. Və bəzi alimlər hətta deyirlər ki, əgər insan bilə-bilə bu hökmləri yenə oruç tutarsa, Allah qorusun, yəni bu məsələ küfrə qədər gedib çıxır. Çünki artıq bu dinlə istehza etmiş kimidir. Bəli. Və qadın əgər Ramazanın gün ortası, yəni Ramazan ayında, məsələn deyək ki 10-cu gündür, Ramazan 10-cu günüdür, artıq gün orta vaxtı qadın heyzdən təmizlənib. Bu halda yeməyi saxlamalıdırmı, yoxsa yeyib içə bilər? Artıq günün ortasıdır. Bu barədə alimlər iki qovul ətrafında deməli ixtilaf edirlər qardaşlar. Onlardan bir qism alimlər deyirlər ki, İmam Məlik, Şafi, Əhməddən bir rivayət və həmçinin İbn Həzm və İbn Hüseyn rahimehullah deyirlər ki, buna heç bir dəlil yoxdur ki, qadın yeyib içməyi saxlamalıdır. Yəni günorta vaxtı əgər təmizləndisə, yeyib içə bilərsən. Yəni burada saxlamağa dair nə bir fayda yoxdur, nə də ki heç bir dəlil yoxdur buna dair. Saxlasın deyə. Digərlərində məsələn biz bildik ki, deyək ki, kafirin İslam'a girməsi və yaxud da mürtədin sonradan tövbə etməsi. Bunlar barədə varid olub. Müəyyən məsələn sahabelərdən əsərlər varid olub və yaxud da Allah Rasulundan varid olubdur qeyd etdiyimiz hədislərdə. Lakin heyzli qadının günorta təmizlənməsi və sonra yeyib içməyi saxlamasına dair günün yarısında heç bir dəlil yoxdur şəriətdə. Bəli. Və nə edir? Həmin günün qəzasını tutur, yəni tutmadığı günlərin qəzasını tutur. Necə ki İbn Hüseyn rahimehullah bunu Şərh-ül Mumti əsərində qeyd edir. Və ikinci qism alimlər isə barakallahu fikum deyirlər ki, yeməkdən imtina etməlidir. Və bu da İmam Əbu Hanifə və onun əshabından, yəni Hənəflərdən Zeylə rahimehullah və İbn Baz və İmam Əhməddən səhih görüş budur ki, yeməkdən imtina etməlidir. Günorta təmizləndisə, axşama qədər yemə. Yəni qəsdləri budur. Və Allah Teala aləm, doğrusunu Allah bilir. Yəni racih görüş kimi yox, sadəcə bu bir məsləhət kimi insan əgər günorta təmizləndə yaxşıdır ki, oruca hörmət olaraq, Ramazan ayına hörmət olaraq, yəni yeməkdən imtina etməsi daha yaxşıdır. Doğrusunu Allah bilir. Bəli. Və burada bir mühüm məsələ var və bunu da qeyd edib inşallah yekunlaşdırırıq. Qadınların bəzən eşidirik ki, məsələn oruc deyək ki, həcc ümrə ərəfəsində bu şeylərdən istifadə etdiyi məşhurdur. Lakin orucluqda da bəzi alimlər bu məsələni aid ediblər. Yəni o da hansı məsələdir? Qadının heyzin qarşısını almaq üçün hansısa bir dərmanlardan istifadə etməsidir. Yəni məsələn Ramazan gecikdirməsi, yəni bu müddəti gecikdirməsidir ki, bu Ramazan ayında olan orucun nə etməsin, savabını ala bilsin. Yəni bu orucu kəsilməsin arası. Və bu barədə alimlər qeyd ediblər ki, əgər zərərdən əmindirsə, məsələn o qəbul etdiyi dərmanlar və ya da həblər, hansı ki o müddətin qarşısını alacaq, əgər zərərdən əmindirsə və mubah olan şeylərdən hazırlanıbsa, əgər tərkibində şəriətin haram etdiyi şeylər yoxdursa və əminsənsə ki, sənə bu zərər vurmayacaq, o zaman istifadə edə bilərsən. Və İmam Məlik rahimehullah özünün zamanında bu şey barəsində xəbər verirlər. İmam Məlik rahimehullah xəbər verirlər və deyirlər ki, ey Məlik rahimehullah, bəzi qadınlar Ramazanda bu 30 günün
fəzilətinə tam nail olmaq üçün onlar əgər hiss etsələr bunu, yəni müəyyən indi o vaxtlarda dərman preparatları bilmirəm var idi ya yox, lakin müəyyən içilən şeylər var idi. Və bu cürdə sual verirlər ki, İmam Məlikə, yəni bu içkilərlə saxlamaq olarmı, icazəlidirmi? İmam Məlik rahimehullah deyir ki, mən bunu məkruh görürəm. Lakin İbn Rüşd rahimehullah deyir ki, İmam Məlikin bunu məkruh görməsi onun qadına hər hansısa bir zərər toxuna bilər qorxusu ilə demişdir. Lakin əsl olan odur ki, əgər qadına heç bir zərər yoxdursa bu barədə, o zaman nə edə bilər? Bu şeylərdən istifadə edə bilər. Və həmçinin Həmbəli alimləri və İbn Baz rahimehullah bunu icazəli görürlər. Lakin mühim bir şərt var ki, qardaşlar, mühim şərt nədir? Mütləq həkimlə istişarə olmalıdır. Yəni öz başına məsəl üçün hardansa eşitdin, getdin, aldın, heç kimə məsləhət etmədən və bunun bir fəsadı olarsa, fələ yəlumənə illə nəfsə. Yəni insan gərək öz nəfsini qınasın. Başqa heç kəs yox. Ona görə şərtdir ki, əgər insan bu addımı atmaq istəyirsə, hansısa bir qadın mütləq həkimlə istişarə etməlidir. Əgər ona, yəni 3 şərt var deyək ki. Yəni mübah olan şeylərdən olmalıdır, istifadə etdiyi şey tərkibində haram olan şeylər olmasın və zərərdən əgər əmindirsə, heç bir ziyan toxunmayacaq sənə növbəti həyatında və həmçinin həkimlə mütləq şəkildə istişarə olmalıdır. Və bu 3 şərt yerinə gələrsə, o zaman nəinki oruç zamanı, həmçinin həcdə və ümrə zamanı da bu şeylərdən istifadə etmək olar. Və doğrusunu Allah bilir. Velhamdülillahi Rabbil alemin.